Uşaq pulu ilə bağlı rəsmi açıqlama. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflərə münasibətini açıqlayıb. Nazirlikdən bildirilib ki, qanunvericiliyə əsasən 5-dən çox uşaq doğub tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə hər uşağa görə 105 manat məbləğində sosial müavinət təyin edilir və uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir. Qeyd edilib ki, hazırda Respublika üzrə 3000-ə yaxın qadına 12,7 minə yaxın uşağa görə bu müavinət növü ödənilir. Qeyd olunan müavinətin təyin olunması şərtlərinə dəyişiklik edilməsi ilə bağlı hər hansı layihə hazırlanmır. Xatırladaq ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev və bir sıra deputatlar çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflə çıxış ediblər. Musa Quliyev komitə iclasında qeyd etmişdi ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur və onlar da bu məsələdə müsbət fikirdədirlər.